Uşaqlar, birinci danışaq German tayfalarından, Germanlar. Əslində biz uşaqlar bu German tayfaları haqqında ta əvvəllərdən məlumatımız var. Kim idi bu Germanlar uşaqlar? Yadınızdadsa biz deyirdik ki, biz Avropanı bölmüşük iki yerə. Bura adlanırdı Qərbi Avropa. Baxın bu hissə də, yəni bu hissə də adlanırdı Şərqi Avropa. Artıq bu tərəf Asiyadır. Bu hamımıza məlumdur. Bu heç. Düzdür. Deməli, bu Germanlar da uşaqlar harada yaşayırdılar? Şərqi Avropada. Yəni, baxın, bu ərazidə yaşayırdılar Germanlar. Hansı ki, Reyn çayı, Visla çayı, Baltik və Şimali dəniz arasındakı ərazilərdə yaşayırdılar. Deməli, Germanlar harada yaşayıb? Burada. Lakin yadınızdadsa 4-cü əsrdən xalqların böyük köçü başlamışdı, düzdür. Bu xalqların böyük köçü zamanı Hun tayfaları Asiyadan, bu hissələr Asiyada, Asiyadan köç etdilər hara? Şimali Avropaya. Deməli, uşaqlar, birinci danışaq biz German tayfaları haqqında. Yadınızdadsa biz German tayfaları haqqında ta əvvəldən məlumatımız var. Kim idi bu German tayfaları? Baxın, yadınızdadsa biz Avropanı bölmüşdük iki yerə. Bura deyirdik Qərbi Avropa, hansı ki bu Fransanın, İngiltərənin, İspaniyanın, İtaliyanın olduğu ərazi. Bu tərəfə isə deyirdik Şərqi Avropa. Hansı ki qədim dövrdə Bizansın, Yunanistanın, Makedoniyanın falan olduğu ərazilər. Baxın bu hissələr, bura baxın. Şərqi Avropadır, düzdür? Bu German tayfalarda uşaqlar ilk vaxtlar Şərqi Avropada yaşayırdılar. Baxın burada yaşayırdılar. Yəni ki, Reyn çayının qərbində Visla çayına qədər, Baltik və Şimal dənizinə qədər olan, baxın, bu ərazilərdə yaşayırdılar özləri üçün. Bu German tayfaları biraz ibtidaizm quruluşunda hələ qalmışdılar. Yəni, o qədər də müasirləşməmişdilər, ovçuluqla, maldarlıqla məşğul olurdular. Hətta bu German tayfalarının digər adı nə idi? Barbarlar. Barbar. Nə üçün? Çox vəhşi idilər. Ona görə də barbar adlandırırdılar bunları. Deməli, bilirik ki, xalqların böyük köçü baş vermişdi. Haçan 4-cü əsrdə. Bu xalqların böyük köçü zamanı, hansı ki, baxın, Hun tayfaları Asiyadan gəldilər hara? Şərqi Avropaya gəldilər. Baxın, bura gəldilər. Burada hansı dövlətin? Avropa Hun dövlətinin əsasını qoydular. Burada olan yazıq German tayfaları da Hunların bura gəlməsindən qorxduqlarına görə üst tutular, onlar daha tərəfə getdilər. Qərbi Avropaya getdilər. Qərbi Avropaya getdilər. Burada yadınızdadsa 4-cü əsrin ikinci yarısında 1-ci qədim Rom imperiyasına hücum etdilər. 476-cı ildə isə Qərbi Roma üzərinə hücum edərək Qərbi Romanı nə etdilər? Süquta uğratdılar. Və bununla da Avropada quldarlıq quruluşu sonra qədim dövr başa çatdı, feodalizm və orta əsrlər dövrü başladı. Yaxşı, baxın, bunu belə rahat yadda saxlayın. Deməli, German tayfaları uşaqlar çoxdur. Yəni, ümumilikdə biz bunlara German tayfası və yaxud da ki, barbarlar deyirik. Baxaq, hansı German tayfaları var. Birincisi, məsələn, uşaqlar, Oskotlar. Oskotlar yaşayırdılar İtaliyada. Baxın, Oskot. İkincisi, Veskotlar. Bunu da eşitmişsiniz, ərəblərlə mübarizə aparmışdı. Veskotlar yaşayırdılar İspaniyada. Veskot. Üçüncüsü var idi Anglosakslar. Anglosakslar yaşayırdılar İngiltərədə. Baxın, İngiltərə burada uşaqlar. Fransanın üstü adalardan ibarət. Anglosakslar. Qısaca yazıram, yadınızda qalsın. Sonra var idi uşaqlar Vandallar. Hansı ki, Qərbi Romanı süquta uğradan tayfa idi bu Vandallar. Vandallar Afrikada. Baxın, aşağıda yaşayırdılar burada. Vandal. Sonuncusu da Franklar idi. Hansı ki, bugün keçəcəyimiz. Franklar da ki, uşaqlar indiki baxın, harada? Fransa ərazisində, yəni ki, Qalliya ərazisində yaşayırdılar. Yaxşı. Baxın, uşaqlar, bu German tayfaları ilə Romalılar arasında mədəniyyət fərqi var idi. Nə idi bu mədəniyyət fərqi? Romalılar çox mədəni idi, öz qayda qanunları var idi. Amma Germanlar elə deyildilər. Adından da gördüyük kimi vəhşi idilər, barbar idilər. Məsələn, Germanlarda hər hansısa bir cinayət olanda bunlar məsələni qan yolu ilə həll edirdilər. O türklərdə aşirət var elə. Deyirsən, mənim adamımı öldürmüsənsə, mən də sənin adamını öldürməliyəm. Amma Romalılar elə deyil də, uşaqlar, ta eradan əvvəl 5-ci əsrdən Romada qayda qanun var. Ona görə biraz bunlar arasında çəkişmələr olsa da mədəni baxımdan. Sonradan bu German tayfaları ilə Romalılar qaynayıb qarışdılar. Yaxşı, yəni siz German tayfaları haqqında bunları bilməlisiniz. Deməli, indi bizə lazımdır Frank tayfaları. Germanların Frank tayfaları. Deməli, uşaqlar, bu Frank tayfalarında tayfaya başçılıq edən şəxslə orduya başçılıq edən şəxs eyni adam olurdu.
Və 5-ci əsrin sonlarına yaxın Frank tayfaları birləşərək Qalliya üzərinə yürüşə başladılar. Bunlar baxın Qalliyanı, baxın bu hissəni işğal etmək istəyirdilər. Görürsüz, yəni indiki Fransanı. Deməli, bu tayfalar da kim başçılıq edirdi? Xlodvig başçılıq edirdi və yaxud da Hınanda yazılır, Xlodvig də deyilir. Deməli, hansı ki 486-cı ildə Frank tayfaları ilə, baxın dövlət demirəm, Frank tayfaları ilə keçmiş Roma canişinləri arasında Qalliya yaxınlığında döyüş olur. Hansı döyüş? Susima döyüşü. Çünki niyə? Qalliya həmin vaxtı keçmiş Roma canişinlərinin əlində idi. Baxın, Roma dövləti falan yoxdur ya, burada sadəcə canişinlər var idi. Bu döyüşdə təbii ki də Xlodvig, yəni ki, Frank tayfası qalib gəlir və Qalliyanı nə edirlər? İşğal edirlər. Elə 5-ci əsrin sonlarında isə, baxın buna da diqqət edin, 5-ci əsrin sonunda Xlodvigin başçılığı ilə Frank dövlətinin əsası qoyulur. Frank dövlətinin ərazisini sizdən soruşsa, baxın Fransanı, bir də ki, baxın Almaniyanın qərb vilayətlərini əhatə edirdi. Deməli, Xlodvig hakimiyyətə gələndən sonra uşaqlar nə edir? İlk işi xristianlığı dövlət dini elan etmək olur. Nə üçün xristianlığı dövlət dini elan etmişdir? Çünki baxın uşaqlar, Fransada, Qalliyada yaşayan əhalini öz tərəfinə çəkmək üçün. Çünki onlar xristian idilər. Bu da xristianlığı dövlət dini elan edir. Həmin əhali, ruhanilər, yəni ruhanilər kimdir? Din xadimləri, hamısı Xlodvigin tərəfinə keçir. Daha sonra Frank dövləti inzibati cəhətdən vilayətlərə bölünmüşdü. Bu vilayətləri də kim idarə edirdi? Qraflar idarə edirdi. Bu qraflar sizə kimi nəyi xatırladır? Canişinləri və yaxud da ki, mərzibanları. Baxın, mərzibandır, qrafdır, canişindir. Üçün də oxşar cəhəti nədir? Vilayət idarə edir. Biri Frankda, biri Ərəbdə, nə bilim, Mannada, sonra Misirdə bu canişinlik çox dövlətdə var. Mərziban da ki, Sasanidə idi. Yəni, bu bir dəfə demə belə düşən sualdır, yaxşı. Daha sonra Xlodvig 6-cı əsrdə bir qanunlar toplusu, yəni qanunnamə yaratdı. Bu qanunnamə Latın dilində idi, Frank adət-ənənələrinə əsasən tərtib edilmişdi və burada Roma hüquqları da üstün yer tuturdu və dövlət süqut edənə qədər də bu qanunlar toplusu fəaliyyət göstərib. Baxın, qanunlar toplusunun olmasını siz başqa kim də keçmisiniz? Mərziban ibn Məhəmməddir. Mərziban ibn Məhəmmədin də qanunlar toplusu var idi, yadınızdadsa, qanunnaməsi var idi. Bundan sonra keçəcəksiniz, məsələn, Əmir Teymurda da qanunlar toplusu var, Çingiz Xanda da var, daha sonra bir də Uzun Həsəndə keçəcəksiniz, bir də ki, Osmanlı hökmdarı 2-ci Mehmeddə keçəcəksiniz qanunlar toplusun. Yaxşı. Məsələn, xristianlığı dövlət dini elan etməsi. Başqa kim də oxumsuz xristianlığın dövlət dini elan edilməsi? Məsələn, baxın Romada 313-də. Hansı ki, Konstantin nə etmişdi? Xristianlığı dövlət dini elan etmişdi. Baxın, Konstantin. Daha sonra elə 313-də Urnayr Albaniyada xristianlığı dövlət dini elan etmişdi. Burada da ki, Xlodvig. Baxın, üçünün oxşar cəhəti xristianlığın dövlət dini elan edilməsidir. Konstantin, Urnayr, bir də burada Xlodvig. Bunu yazarsınız qeyd kimi. Deməli, uşaqlar, biz Karl Martelin dövrünü görürük. Hansı ki, Xlodvigdən sonra bizim gördüyümüz baş məmur Karl Marteldir. Yəni, adından da göründüyü kimi baş məmurdur bu adam. Hökmdar falan deyil. Baş məmur olmuşdu, orduya rəhbərlik edirdi və hökmdarın adından dövləti idarə edirdi. Qəti gedib Karl Martelə hökmdar falan götürməyin. Kimdir bu? Baş məmurdur. Orduya rəhbərlik edir və hökmdarın adından dövləti idarə edirdi. Karl Martelin dövründə ordu islahatı keçirilmişdi. Hansı ki, Frank ordusunun əsasını kəndlər təşkil edirdi. Karl Martelin islahatına əsasən zirehli süvarilərdən ibarət cəngavər qoşun yaratmışdı Karl Martel. Bundan başqa bildiyimiz Patiya döyüşü baş vermişdi Karl Martelin dövründə 732-ci ildə, hansı ki, ərəblərlə Franklar arasındaydı. Təbii ki də döyüşdə bildiyimiz kimi Franklar qalib gəldi, Əməvilər sülaləsi isə məğlub olmuşdu. Və bu döyüş nəticəsində ərəblərin Qərbi Avropaya doğru irəliləməsinin qarşısını almışdı Franklar. Yəni, ərəblər sadəcə Avropada İspaniyanı tuta bilmişdilər. Daha içəriyə doğru irəliləyə bilməmişdilər. Yaxşı. Deməli, gəldik Frank dövlətinin ən qüdrətli hökmdarı olan Böyük Karlın dövrünə. Böyük Karl 768-814-cü illərdə hakimiyyətdə olub. Deməli, uşaqlar, dediyimiz kimi Böyük Karl Frank dövlətinin ən qüdrətli hökmdarlarından biri olmuşdu. Frank dövlətinin ərazisini genişləndirmişdi və dövləti həmçinin daxili cəhətdən də inkişaf etdirmişdi.
Karl hakimiyyətə gələn kimi ilk işi ordu islahatı olmuşdu. Nə üçün? Bayaq da dediyimiz kimi, Frank dövlətində ordu əsasən kəndlilərdən ibarət idi. Düzdür? Əslində uşaqlar, kəndlilərin işi nədir? Təsərrüfatla məşğul olmaqdır, əkib becərməkdir, mal-qara saxlamaqdır. Düzdür? Amma Frank dövlətində dövlət yaranandan kəndli gedib orduda işləyirdi. Axı kəndli orduda işləyirsə, kənd təsərrüfatını kim inkişaf elətdirəcək? Heç kim. Ona görə Frank dövlətində kənd təsərrüfatı zəifləməyə başlamışdı. Bundan başqa da kəndlilərin işi nədir uşaqlar? Dediyimiz kimi əkib becərmək, heyvan qara saxlamaqdır. Nə başı çıxır bunun yazığın ordudan? Ona görə ordu çox da güclü deyildi. Kəndlilərin pulu yox idi ki, özünə silah sursat alsın. Ona görə də böyük Karl ordu islahatı keçirdi. Kəndliləri ordudan çıxartdı. Dedi, gedin öz işinizlə məşğul olun, əkinizə əkin, mal-qarazı saxlayın, təsərrüfatı inkişaf elətdirin. Bunun əvəzində nə etdi? Baxın, diqqətlə qulaq asın. Öz qohumlarına, varlı Frank əyanlarına torpaqlar verdi. Və onlara dedi ki, siz gedin bu torpaqları kəndiyə icarəyə verin. Kəndlidən aldığınız bu vergi hesabına gedin güclü ordu yaradın və gətirin həmin ordunu mənə verin. İlk vaxtlar bu çox qəşəngdir. Ordunu falan da inkişaf elətdirdi. Amma dövlətin sonuna yaxın bu həmin o torpağı olan Frank əyanları, varlılar öz torpaqlarında müstəqil olmağa can atacaqlar. Deyəcəklər ki, torpağımız var da, niyə biz dövlətə tabe edək? Bu da gətirəcək sonda Frank dövlətinin süqutuna səbəb olacaq. Amma dediyimiz kimi ilk vaxtlar çox yaxşı oldu, ordu gücləndi. Böyük Karl ordunu gücləndirdikdən sonra başladı təbii ki də digər hökmdarlar kimi nəyə? İşğalçı yürüşlərə, dövlətin ərazisini genişləndirməyə. İlk olaraq uşaqlar o İspaniya üzərinə hücum etdi. Baxın bura, Pireneya yarımadasına. Biz də bilirik ki, həmin vaxtı bu İspaniyada kimlər idi? Hansı ki Kordova xilafəti idi də. Çünki 8-ci əsrdən burada Kordova xilafəti var. Kordova xilafətini də kimlər yaratmışdı? Təbii ki də Abbasinin hakimiyyətini qəbul etməyən Əməvilər sülaləsi, yəni ərəblər yaratmışdı. Deməli, Böyük Karlın dövründə İspaniya uğrunda ərəblərlə Franklar arasında nə baş verdi? Müharibə baş verdi. Hansı ərəb? Əməvi. Yaxşı, Əməvilərlə. Yəni ki, ərəbə tabe olmayan ərəbdə, yəni Abbasiyə tabe olmayan ərəblərlə Franklar arasında mübarizə baş verdi. Bu zaman Böyük Karl Pireneya yarımadasının demək olar ki, bir hissəsini neynədi? İşğal etdi. Baxın, buradan da görürsünüz. Baxın, bu hissəsini işğal etdi. Ərəbləri məğlub etdi. Və burada xristianlığı yaydı. Daha sonra Böyük Karl Sak tayfaları ilə mübarizələr aparmışdı. 30 ilə yaxın müharibə aparmışdı və Saklara torpaq paylayaraq onları öz tərəfinə çəkmişdi. Sonra Avar xalqları ilə amansız şəkildə müharibələr aparıb Avarları da məğlub etmişdi. Ən sonunda da İtaliyadakı Germanlarla müharibə aparmışdı. Hansı ki uşaqlar, baxın, İtaliyada Roma papası oturmuşdu da, papa. Hansı ki xristianlığın başçısı idi bu papa və bu papaya da bütün dövlətlər çox ehtiram edirdilər, çox hörmət edirdilər. Yəni xristianlığın Allahı kimi bunu təsəvvür edirdilər. Yəni bütün dövlətlər də papaya tabe olurdular. Papa Böyük Karla məktub göndərdi ki, dayanma, gəl, German tayfaları mənə neynir burada? Hücum etməyə çalışır İtaliyanın şimalında. Böyük Karl da məktubu alan kimi öz ordusu ilə birlikdə gəldi. İtaliyanın şimalındakı German tayfalarını məğlub etdi və İtaliyanın şimalını da neynədi? Birləşdirdi Frank dövlətinə və papanı da xilas etdi. Bu zaman papa Böyük Karla məktub göndərdi ki, səni bu igidliyinə görə neynəyəcəm? Dəyərləndirəcəm, qiymətləndirəcəm. 1800-cü ildə Böyük Karl papanın sarayına getdi və papa Böyük Karlı neynədi? İmperator elan etdi və bununla da 800-cü ildə Frank imperiyasının əsası qoyuldu. Deməli uşaqlar, 800-dən sonraya siz Frank imperiyası deyə bilərsiniz. 800-dən əvvəlsə Frank dövlətdir. Məsələn, Poitiers döyüşündə Frank imperiyası qalib gəldi desə səhvdir. Nə üçün? Çünki hələ orada dövlətdir. İmperiya Karlın dövründədir. 800-dən sonradır. Yaxşı, bunu yaddan çıxartmayın. Bundan başqa Böyük Karl Bizans və Abbasilərlə, yəni Ərəb xilafəti ilə də dostluq əlaqəsi saxlayıb. Yaxşı, bunu da yaddan çıxartmayaq. Lakin Böyük Karl öldükdən sonra dövlət zəifləməyə başlayır. Hansı ki, bayaqda dediyim kimi, bu torpağı olan əyanlar dövlətə tabe olmaq istəmirlər. Özləri üçün orada müstəqil siyasət yeridirlər, öz adlarına pul kəstirirlər, nə bilim, özləri üçün vergilər falan təyin edirlər, məhkəmə qururlar. Yəni, əməlli başda özbaşınalıq edirlər də Frank dövlətində. Və Karl da öləndən sonra dövlət dediyimiz kimi zəifləyir və 843-cü ildə Frank dövləti süqut edir
Böyük Karlın 3 dənə nəvəsi Verden müqaviləsini imzalayır. Verden müqaviləsinə görə də 3 dənə dövlət yaranır. Fransa dövləti, İtaliya dövləti və Almaniya dövləti. Biz bunları görmüşdük. Sadəcə biz bunları ərazi kimi görmüşdük. Amma bunların dövlət olması haçandır? 843 Verden müqaviləsi ilə. Yaxşı. Məsələn, sual verə Fransa açan yarandı 843-də. Almaniya açan yarandı 843-də. İtaliya 843-də. Frank açan süqut etdi 843-də. Yaxşı, Verdenlə. Hamısı Verdenləndir. Və bununla da Avropada 9-cu əsrdə nəyin əsası qoyuldu? Feodal parakəndəliyin əsası qoyuldu və neçəyə qədər? 11-ci əsrə qədər. Yaxşı. Yəni 9-dan 11-ə qədər Avropada feodal parakəndəliyi, yəni vahid dövlət yoxdur. Fransa orada özü üçün at oynadır, İtaliya bu tərəfdə, Almaniya bu tərəfdə. Hələ o xırda-xırda feodallardan danışmıram. Dediyimiz kimi özləri üçün pul kəsdirirlər, qayda qanun qəbul edirlər. Yəni əməlli başlı bu Avropa yoxdur uşaqlar. Avropa. Nə olmuşdu? Öz başdan olmuşdu. Hər özü üçün idi. Vahid dövlət falan yox idi. Yaxşı. Həmçinin uşaqlar 9-11-ci əsr Azərbaycanda da feodal parakəndəlik idi. Nə üçün? Baxın, Azərbaycanda da birdən çox dövlət var 9-11-də. Məsələn, Şirvanşah yaranır, Saci yaranır, Salari yaranır, Rəvvadi, Şəddadi. Görürsünüz, bizdə də feodal parakəndəlik idi. Ona görə sizə sual versək ki, 9-11-ci əsr Avropa ilə Azərbaycan oxşar cəhəti nədir? Feodal parakəndəliyin mövcud olmasıdır. Bildik. Bu belə. Gəlin biraz da bu yeni yaranan dövlətlərdən danışaq. Dediyimiz kimi Fransa olsun, Almaniya olsun, İtaliya olsun, hamısında feodal parakəndəlik hökm sürürdü. Ən çox feodal parakəndəliyə məruz qalan ərazi isə baxın Fransa idi. Fransada Parisdən Orlean şəhəri var idi. Sadəcə o torpaqlar kralın əlində idi. Digər torpaqlarda isə feodallar istədikləri kimi hərəkət edirdilər. Və 10-cu əsrin sonlarında da Fransanı Kapetinglər sülaləsi idarə edirdi. Hansı ki, Kapetinglər sülaləsi, qısaca yazaq, 987-dən 1328-ə qədər hakimiyyətdə olub. Yaxşı. Bu oldu Fransa. Gələk Almaniyadan danışaq. Bir dəqiqə. Dediyimiz kimi Almaniyada da yenə tam şəkildə bir vahid dövlət yox idi. Burada Almaniya krallığı yaranmışdı daha doğrusu. Bu krallığı da yaratmışdı 1-ci Otto. Yaxşı. Daha sonra 1-ci Otto hücum edir İtaliyanın baxın şimal hissəsinə və İtaliyanın şimalını birləşdirir hara? Almaniya dövlətinə. Baxın bura. Bu zaman da 962-ci ildə Roma papası 1-ci Ottonu öz tərəfinə, öz yanına çağırır və 1-ci Ottonu nə edir? İmperator elan edir. Və bununla da müqəddəs Roma imperiyasının əsası qoyulur. Müqəddəs Roma imperiyası harda yaranıb desələr sizə, baxın Almaniyada yaranıb, baxın burada və İtaliyanın da bir hissəsini əhatə edirdi. Deməli, müqəddəs Roma imperiyası harda yarandı? Almaniyada. Yəni adında Roma var deyə qaçıb İtaliyaya götürməyin, bildiniz? Müqəddəs Roma imperiyasının Alman hökmdarı 1-ci Otto yaratdı, 962-ci ildə yaratdı. Harda yaratdı? Elə Almaniyada. Adı sadəcə Müqəddəs Roma imperiyasıdır. Bir də İtaliyanın şimalını əhatə edirdi. Bildiniz? Və buradan biz ortaq cəhət görürük ki, 1-ci Otto ilə Böyük Karlın oxşar cəhəti nədir? İkisi də Roma papası tərəfindən imperator olub. Bildik? Sonra gəldik İtaliyaya. İtaliyada da o qədər də ürək açan vəziyyət yox idi. Yəni biraz da feodal parakəndəlik falan var idi. Burada İtaliyanın şəhərləri məşhur idi. Məsələn, Genuya şəhəri var idi. Genuya. Daha sonra var idi Venesiya. Məncə bunu hamımız bilirik. Sonra var idi Pizza. Bir də var idi Florensiya. Və bu şəhərlərdə də ticarət daha çox inkişaf etmişdi. Yaxşı, sənətkarlıq, ticarət inkişaf etmişdi. Bu da belə. Gəldik, bir də burada Vikinglərdən danışaq. Məncə Vikinglərin bəlkə cizgi filminə, bəlkə filminə aranızda baxan var. Vikinglər döyüşkən tayfa idiler. Skandinaviyada yaşayırdılar. Skandinaviya harada desəz ay müəllimə? Burada görsənmi biraz? Baxın, bu üstdə 3 dənə dövlət var. Norveç, İsveç, bir də ki Finlandiya. Bu dövlətlərə Skandinaviya xalqları deyilir, Skandinaviya dövlətləri deyilir. Və Vikinglər də burada yaşayırdılar. İlk vaxtlar. Daha sonra bu Vikinglərin öz ölkələrində quraqlıq falan olduğuna görə, əkin, ticarət inkişaf eləmədiyinə görə bunlar 9-11-ci əsrdə üst tutub gəlirlər hara? Avropa torpaqlarına gəlirlər. Lakin buradan da 1000-ci ildə üst tutub gedirlər hara? Amerikaya.
Yaxşı. Bu da Vikinglər.